Yeni ders mövzumuz klaviaturadır. Təbii ki, proqramlara keçməmizdən əvvəl klaviaturanın iş prinsipi mükəmməl şəkildə öyrənməliyik. Çünki sizin tətbiqinizi, yəni proqramınızı və içindəki bütün işləri klaviatura ilə mouse təşkil edir. Mouse'unuz olmasa, bunu yadda saxlayın, bütün işləri klaviatura ilə görmək mümkündür. Başlayaq klaviaturanın işində. Hal-hazırdakı mövzumuzda söhbət notebook klaviaturasından gedir. İş prinsipi olaraq həm notebook, həm də personal kompüterin klaviaturası eyni prinsiplə işlər. Yəni bunlar arasında çox böyük bir fərq yoxdur. Sadəcə fərq ölçü fərqidir. Personal kompüterin klaviaturası adından da göründüyü kimi kompüterdən ayrı olduğu üçün, yəni monitordan daha böyük həcmə malik ola bilir. Bir neçə knopkadan 2 və ya daha çox qoyula bilir. Məsələn, idarə edici knopkalar. Notebookda bu sadəcə bir ədəd olur, amma personal kompüterdə 2 və ya daha çox sayda ola bilir. Numlock knopkası hər ikisində də mövcud olur, daha doğrusu numlock paneli. Funksional knopkalar ilə idarə edici knopkalar ayrılır. Baxın, bütün notebooklarda həm idarə edici funksiyalar, həm də funksional düymələr hər ikisi bir yerə yığılır. Çünki notebookun sahəsi məhduddur. Belə nəzərdə saxlamalıyıq ki, notebookun klaviatura kimi gördüyümüz sahəsi arxa hissədə onun sistem blokudur, yəni qurğularıdır, ön hissədə isə klaviaturadır. Bu səbəbdən mümkün qədər klaviaturanın düymələri kiçildilir və azaldılır ki, sahə hər iki tərəfə yetsin. Yəni həm ana plataya bəs etsin, həm də klaviaturaya. Başlayaq klaviaturanın daxilinə. Əvvəlcə sizi başlayır hərflər və rəqəmlər. Bu sahəniz əhatə edir bu hissəni. Klaviaturaların 90% ehtimalı ilə yığılır ingilis dilində. Əgər siz Gürcüstan, Ərəbistan kimi klaviaturası tamamilə ingilis dilindən fərqlənən bir ölkədə yaşamısınızsa, 90% ehtimalda beynəlxalq sistemdə əsas sayıldığı üçün ingilis dilində istifadə olunur. Bəzi klaviaturalarda ingilis dili, rus dili birlikdə olur. Hal-hazırda bizim izah edəcəyimiz də budur. Amma rus dilinin olmadığı üsullar da ola bilir. Bu halda o hərfləri necə tapdığımızı növbəti dərslərdə izah verəcəyik. Başlayaq klaviaturanın daxilindən. Hərflər. Hərflər klavişi hər zaman demək olar ki, 2 hissəyə bölünəcək. Əgər 2 dil malikdirsə, sol tərəf başda yerləşən məlumat hər zaman sizin ingilis dilində, klaviaturanı basdıqda sizə gələn məlumat olacaq. Sağ tərəf aşağıdakı məlumat hər zaman rus dilini gətirəcək sizə. Rus və yaxud da digər xarici dil. Hərflər, butonlarımız eyni şəkildə işləyir. Burada sadəcə belə bir şey var. İngilis klaviaturası bildiyimiz kimi 26 hərfdən ibarətdir. Yəni bizim ingilislərdən fərqli olaraq klaviaturada 6 dənə fərqli qurğumuz var. Hərfimiz var. Bunların yerini əzbərləmək məcburiyyətindəyik. Çünki klaviaturada bunu real olaraq görə bilmirik. Bunlardan ilki başlayır ingilislərin W olaraq adlandırdığı hərf. Bu knopka Azərbaycan dilində olduqda klaviatura basdıqda bizə Ü hərfini verir. Daha sonra keçirik sağ tərəfə. Digər 6 hərfimiz oradadır. Enter'in üzərinə gəlirik. Slash işarəsinin yanına. Burada bizim Ğ hərfimiz, demək olar ki, 90% dillərdə mövcud olmayan Ğ hərfi, yanında Ö hərfimiz, Ö hərfinin tam altında, yəni rusların Y hərfində bizim Ə hərfimiz yerləşir. Ə hərfinin yanında Ö hərfi, buna gəlin yuxarıda yazaq, Ö hərfi yerləşir. İngilislərin nöqtə işarəsində bizim Ş hərfimiz, Ş-nın yanında Ç hərfimiz yerləşir. Nöqtə işarəsi isə, baxın, sağ tərəf aşağıda Azərbaycan dilində olduğu kimi istifadə olunur. Sağ tərəf aşağıda olan məlumat Azərbaycan dilində istifadə olunur. Sağ tərəf yuxarıda olan, yəni vergül işarəsi shift ilə birlikdə bu knopka basıldıqda sizə vergül işarəsi verir. Bu məlumatımızın sənədi qrupunuza atılacaq. Əgər atmamışamsa, bunu mənə, əgər dərsə qulaq asan varsa, qrupa yazıb bildirə bilər. Hansı klaviaturada
belə deyim, hansı dildə, hansı klaviatura basıldıqda hansı işarə gəlir, bunların hamısının ətraflıca izahı var. Və təbii ki də dərslərimizdə də istifadə etdikcə bunu zaten öyrənəsiniz. İstər-istəməz əlinizi öyrəşdikcə, yazılar, ərizələr yazdıqca daha mükəmməlləşəcək. Bu hərflərimizi qeydə aldığınızı düşünərək ekranımızı təmizləyirəm. Bizdə mövcud olan hərflərin yerini bildik. İndi baxaq bu hərflərin böyük kiçikliyinə. Hərflərin böyük kiçik yazılması üçün bizim iki üsulumuz var. Biri caps lock'dur, sağ tərəfdə gördüyümüz butondur. Biz bu butonu basdıqda artıq klaviaturadakı bütün hərflər böyük yazılır, istisnasız. Bu nə halda istifadə edə bilərik? Əgər yazdığımız cümlənin hər biri böyük hərflə yazılmalıdırsa, bu halda caps lock açıb cümləmizi qeyd edə bilərik. Lakin bəzən olur ki, bizə sadəcə cümlənin başında böyük hərf lazım olur. Bu halda caps lock'u açıb bağlamaqdansa, shift'i basılı saxlayıb, shift knopkasını istənilən hərfi basdıqda həmin hərf böyük shiftlə yazılır. Yəni sizə böyüdülmüş şəkildə gəlir. Böyüyünü, kiçiyini keçdik. İndi keçək işarələrə. Yəni rəqəm panelinin içindəki işarələrə. Baxın, sol tərəf aşağıda sizə gələn məlumat, yəni rəqəmlər, standart olaraq bütün dillərdən rəqəm klaviaturasıdır. Sol tərəf aşağı hansı dildə olursunuz olun, sizə gələn məlumatdır. Bu sadəcə rəqəmlərə aiddir. Bu işarələr dəyişir. O hissəni silək. Bəs bunları necə istifadə edirik? Ədədin üzərində duran yenə sol tərəf baş əmrimiz, sol tərəf başda olan əmrimiz bizim ingilis dilində olan məlumatımızdır. Klaviatura ingilis dilində olduqda shift ilə rəqəmlər. Baxın, normal halda sadəcə bu knopkaların hansına basaq, sizə sadəcə rəqəm gələcək. Çünki sol tərəf aşağı, belə də adlandıra bilərik. Sol tərəf aşağı hissəsi standartlaşdırılmış olaraq qəbul edilir. Necə ki, funksiyalar, əmrlər sağ aşağıda yazılır. Bu da eyni şəkildə. Digər işarələri əldə etmək üçün hansı dildə olursunuz olun, mütləqdir ki, siz shift knopkasını istifadə etməlisiniz. Burada da bizim belə qaydamız yenə çıxır. Sol tərəf başda gələn məlumat ingilis dilində, sağ tərəfdə gələn sizin Azərbaycan dilində olan məlumatınızdır. Bir də bu aşağıdakı işarələrə qaydaq. Məsələn, bu sahəni məncə görə bilirsiniz. Böyükdür, kiçikdir işarəmiz var. Böyük kiçik işarəmiz necə işləyir? İngilis dilində olduqda, biz normal qaydada basdıqda nöqtə, yəni sol aşağı, vergül sol aşağı, shift ilə basdıqda sol yuxarı. Baxın, hərflərlə işarələr bir-birindən çox kiçik bir aralıqla fərqlənir. Biz demişik, hərflərdə sol tərəf başda yerləşən həmişə standart olandır. İşarələrdə sol aşağı varsa, əgər hansısa klaviaturada sol aşağı həmişə daha, belə deyim, üst səviyyəlidir. Sol yuxarını belə adlandıra bilərik. Yəni siz normal qaydada bu sahəni basdıqda sizə nöqtə, buranı basdıqda vergül, buranı basdıqda isə slash işarəsi gəlir. Əgər sizə yuxarıdakı məlumat lazımdırsa, artıq sizə shift mütləqdir ki, lazımdır. Shift knopkasına basaraq kiçikdir, böyükdür və sual işarəsini əldə edə bilirsiniz. Dediyimiz kimi sağ aşağı rus dilidir. Bunların üzərindən bir xətt çəkirik. Burada bizim sadəcə qalır 2 dənə dəyişənimiz. Vergüldən nöqtə. Bu da dedi ki, bizim Azərbaycan dilində işləyir. Bəs deyə bilərsiniz, niyə yan-yana hər ikisini qoyublar? Dedi, axı, Azərbaycan dilində olmayan hərflər var. Daha doğrusu, Azərbaycan dilində olub ingilis dilində, yəni klaviaturada olmayan hərflər. Bizim rusların B hərfini Ç hərfi, ya hərfini isə Ş hərfi əvəz etdiyi üçün biz bu knopkaları shift ilə bassaq böyük Ş, sadəcə bassaq da Ş-dan Ç hərfini əldə edirik. Yəni, istəsək də, istəməsək də bizdən asılı olmayaraq bizə gələn məlumat hərf məlumatı olur. Çünki bu bir qaydadır. Yəni, bizim nöqtə vergülü Azərbaycan dilində istifadə etməyimiz üçün tək üsul buradır. Biraz ekranımızı təmizləyək. Həmin kanallar, yəni böyükdür, kiçikdir işarəsi olan düymələrimiz funksiyonallığını öz hərflərinə verdiyi üçün bizim işarələri götürə bilməyimiz üçün mütləqdir ki, sonunduğunu yaradıblar. Qalanlarda olduğu şəkildə dedik ki, burada hərflərimiz var. Tək dırnaq, çift dırnaq, bir də sizə böyük bir məlumat verirəm.
Bunu qətiyyən unutmusunuz. İngilis əlifbasında tək dırnaq adlanan bir dırnaq işarəsi yoxdur. Bu sadəcə Azərbaycanlıların və rusların istifadə etdiyi bir məlumatdır. Bizdə cüt dırnaq anlayışı da var, tək dırnaq anlayışı da var. İngilis dilində tək dırnaq deyə bir şey yoxdur. Yəni biz qabaqçı dərslərimizdə Excel-də, PowerPoint-də, daha çox da Excel-də dırnaq işarələri işlətmək məcburiyyətində olduğumuz üçün və aksesdə gəlib tək dırnaq istifadə etmək olmaz. Yəni ingilis dilində bu işarəni basmaq olmaz. 2 dəfə və yaxud 1 dəfə, heç biri. Eyni şəkildə də türk klaviaturasında, türklərdə də tək dırnaq anlayışı yoxdur. Onlarda da apostrof vəzifəsini yerinə yetirir. Yəni sizə məsləhət olaraq nə edirəm? Və ya klaviatura ingilis dilində olduqda shift ilə bu butonu basmalısınız sizə cüt dırnaq gəlməsi üçün və yaxud da Azərbaycan dilinə çevirib yenə shift ilə 2-ni basmalısınız sizə dırnaq işarəsinin doğru üsulu gəlsin deyin. Əks halda nə qədər düz yazısınızsa yazın, həmin Excel və Access funksiyaları sizə həmin məlumatı səhv göstərəcək və o səhv heç vaxt tapamayasınız. Yəni o dırnaq işarəsi görünüş olaraq eyni görünəcək. Yəni bunu əzbərləmək və öyrənmək artıq sizə məcburiyyətinizdədir. Hərflərlə işarələrindən bitirdik. İndi gələk sol tərəfə. Başlayaq sol tərəf başdan. Burada bizim Escape adlı bir knopkamız var. Escape knopkası istənilən cari anda məlumatın dayandırılması deməkdir. Kompüter işinin dayandırılması, sonlandırması deyil. Baxın, sonlandırılması deyil, dayandırılması. Yəni mən nəfəs almaq istəyirəm, dayan. Yəni bu kimi bir cümlədir. Kompüteriniz dondu, əlinizdəki iş yaxşı işləmədi, mouse ekranda dondu. Bu hallarda daha çox istifadə edirik. Və yaxud da harasa giribsiz, çıxa bilmirsiniz. Məsələn, indi nümunə olaraq ekranı görə bilərsiniz. Hal-hazırda mənim sizə məlumatı izah eləməyim üçün istifadə etdiyim proqramımız PowerPoint-dir. Niyə? Çünki şəkili istədiyim kimi böyüdüb üzərində də rahatçılıqla yazıb işarə kimi göstərə bilirəm. Bu səbəbdən istifadə etmişik bura. Bu vərəqə girdik, amma hal-hazırda PowerPoint-lə qatmağın yolunu bilmirsiniz. Bu halda Escape-i basa bilərsiniz. Sizi, baxın, hətta göstərirəm. Klaviaturadan Escape-i basırıq. Bizə sual verir, çünki mən üzərində yazılar yazıram, istəmirəm. Qaydırıq PowerPoint sənədinə. Yəni, əgər nəysə tapmışsınızsa, haradasa qalıb ilişmişsinizsə, çıxa bilmirsinizsə istifadə edə bilərsiniz. Bu oyunlara da aiddir. Məsələn, bəzi oyun formatları var ki, ekranı full screen etmək üçün bir əmr var. Butonu basırsınız, ekranınız böyür, amma təzədən həmin butonu tapa bilmirsiniz ki, o məlumat haradan kiçildiləcək. Escape anlayışını bildik. Escape-in altında olan işarə, belə deyim, bu dalğalı bərabərlikdir. Bunu Azərbaycan çox istifadə eləmir. Apostrof işarəsinin özüdür. Yəni, tək dırnaqla apostrof onsuz da bir-birindən fərqlənir. Amma yenə dediyim qayda keçərlidir. İngilis dilində tək dırnaq adlı bir anlayış yoxdur. Eyni şəkildə də türk dilində. Bu səbəbdən apostrof kimi sayılır. Yəni, proqramlarda yazıldıqda səhv qəbul olunur. Və rusların Y hərfini özündə birləşdirən butonudur. Tab əmri. Tab əmri sizə abzas verir. Yazılarda istifadə etdiyiniz digitizerimiz olmadığı üçün biraz mouse'dan yazılar narahat çıxır. Məncə bu çox da böyük bir problem deyil. Tab sizə məlumatlarınızda istifadə etdiyiniz abzası gətirir. Tabı istənilən qədər basa bilirsiniz. Yəni bizim real ölçüsü ilə 4 barmaq, kompüter ölçüsü ilə 2 sm. 2 sm dedikdə bu bizim real həyatda istifadə etdiyimiz 2 sm deyil. Sadəcə kompüter anlayışında santimetr olaraq adlanır. Əslində ölçü vahidi pikseldir. Yəni real həyatdakı santimetri belə deyim, təqribən ağlınıza gətirməyin. Caps Lock əmrinin bayaq nə etdiyini dedik. Shift, Ctrl və Alt. Bu knopkalara bir termin olaraq qayda deyə bilmirik. Niyə? Çünki bunlar bizim köməkçi funksional knopkalarımız daxildir, idarə edici knopkaların içinə. Məsələn, shiftlə hərfləri basdıqda sizə böyük verir, işarələri basdıqda digər dildəki işarəni verir və müəyyən qısa yollarımız var, onları istifadə etməyə kömək edir. Eyni şəkildə Ctrl və Alt. Bütün keçdiyimiz tətbiqlərdə, proqramlarda, yəni bizim öyrənəcəyimiz Ctrl, Shift, Alt-a uyğun olan bütün çevrilmələri qeyd elədiyimiz bir sənəd var. Bu da sizin qrupunuza atılacaq və məncə bunu 2 dəstədən vermişəm sizə deyə düşünürəm. Verməmişəmsə də deyə bilərsiniz. Ola bilər.
Standart olaraq termin deyə bilmirik, amma ki, bunlardan, bu knopkalar nə iş gördüyünü sizdən mən sorutsam, sual olaraq bu halda deyirsiniz ki, bizim idarə edici knopkalarımıza aiddir. Yəni köməkçilərimizdir. Belə deyə bilərik. FN knopkasına gələk. FN knopkasına gəldikdə bizi belə bir şey qarşılayır. Escape'in yanına baxın. Burada FN look adlı bir dənə əmr var. Yanında isə ışıq işarəsi. FN knopkasını basılı saxlayaraq Escape-i basdıqda bu işıq yanacaq. Bu işıq yandıqda bəs nə olur? Biz demişik, sol tərəf başda olan məlumat ilkin bizim istifadə etdiyimizdir. Sağ tərəf aşağıda olan ya dil dəyişikliyi istifadə etdiyimiz, ya da knopka dəyişikliyi istifadə etdiyimizdir. Əgər biz F4 knopkasını istifadə etmək istəyiriksə, bu knopkaya gəlib basdıqda, üzərinə klik etdikdə mikrofon işarəsini görə bilirsiniz. Mikrofon işarəsi açılıb bağlanacaq. Çünki sol tərəf başda duran əmr ilkin olaraq icra edilən əmrdir. Yəni bunun başqa bir üsulu yoxdur. Əgər FN-i basmaq istəyiriksə, FN knopkasını buradan basılı saxlayaraq bu knopkanı basırıq və yaxud da FN ilə Escape-i basıb FN look əmrini aktivləşdirib daha sonra FN basırıq. FN look əmri aktivləşdirdikdə onun ışığı daimi olaraq yandıqda sizə hər zaman, yəni o ışığı siz söndürənə qədər istənilən halda sadəcə F funksiyasını verir. Məsələn, kompüterin ışığını artırıb azaltmaq istəsəz, sizə şərait yaratmır. Çünki FN açıqdır, sadəcə F knopkalarını işə salır. F knopkalarının funksiyalarını deməyə başlasaq isə, yenə belə bir şey deyə bilərik. FN knopkaları daxilində sadəcə 2 əmr var. Birincisi F1-dir, sizi hər zaman internet aparacaq. Microsoft şirkətinin sizin üçün yaratdığı help panelinə, yəni internet şəbəkəsində Microsoft köməkçisinə. Və F12 kompüterlərin ayarlarını açır. Yerdə qalan 10 dənə F əmrləri, bunlara standart tərif verə bilmirik. Məsələn, F4-ün özü alt knopkası ilə birlikdə kompüteri keçirməyə kömək göstərir. F6 sizə axtarış panelinə aparır. Yəni hər birinin fərqli bir funksiyası var və bunlar kompüterlərin versiyası, kompüterlərin şirkətləri, klaviaturaların növləri olaraq belə deyim, çox fərqli ola bilir. Bu səbəbdən bunlara standart təlim demirik. Sadəcə dərslərimizi, proqramlarımızı keçdikcə hansı knopkanın hansı sahədə nə iş gördüyünü tək-tək öyrənəcəyik. Windows işarəsi növbəti videomuzda olacaq, daha aydın şəkildə. Amma belə termin olaraq, təlim olaraq desək, tərif olaraq Windows işarəsini basdıqda sizə Windows paneli açılır. Bu qutunun tək məqsədi budur və Windows işarəsi ilə klaviaturada müəyyən hərflər var ki, hər ikisi eyni anda klik edildikdə sizə Windows köməkçisi olaraq işlər görməyə başlayır. Məsələn, dərsdə bunu göstərmişdik. Windows P-ni basdıqda Windows Projector kimi oxuyur və Projector əmrləri açılır. Windows C basdıqda Screen əmri işə düşür. Yəni, müxtəlif olaraq əmrləri icra edə bilir. Bunlar da termin olaraq, yəni belə deyim, istifadə etdikcə əzbərləyəsiniz. Bu boşluq uzun belə deyim, düymənin adı space-dir. Yəni yazı olaraq space adlandırılır. Çox vaxt üzərində adı qeyd olunmur deyə uşaqlar onun adını bilmir. Bunun bir adı var. Buna da ad verilibdir və adı da space-dir. Siz də bunu öyrənməlisiniz. Space knopkası sadəcə boşluq verə bilir. Yazdığınız məlumatlar arasında boşluq tərtib edir. Bura Enter knopkası təsdiqləmək. Əgər cümlədə yazı yazırsınızsa, siz Enter basdıqda sizi növbəti sətir aparır. Yəni bir sətir aşağı salır. Enterin üzərində yenə funksionallıqdır. Slash, tərs slash, düz slash, rus dili, ingilis dili olaraq, Azərbaycan dili olaraq ayrılıb. Delete ilə backspace. Gəldik bu iki knopka arasındakı fərqlərə. Backspace silmə əmrini yerinə yetirir. Məsələn, fərz elə ki, bizim kursorumuz hal-hazırda burada A hərfində durub. Siz backspace basdıqda I hərfi silinəcək. Yəni kursorun durduğu yerdən sol tərəfdəki məlumat silinir. Siz delete basdıqda kursorun durduğu hissədən sağ tərəfdəki məlumat silinir. Yəni bu səfər T hərfi silinəcək. Təbii ki, bunların tək işi sadəcə hərf silmək deyil, daha böyük işləyirlər. Backspace-inki normal silməyə də işlədə bilir. Məsələn, əgər cədvəl daxilindəki məlumatı silmək istəyiriksə, delete basırıq. Backspace bassa cədvəliniz də silinir.
Bunlar da təbii ki də dərsləri keçdikcə istifadə edərək öyrənəcəyik. Amma yekun bir tərifdə isə Backspace sadəcə məlumat silmək üçün istifadə edəcəyik. Delete proqramlar, tətbiqlər, cədvəllər, şəkillər, videolar, daha çox funksiyaları silməyə, yəni güclü silmə prosesi aparır. Yazı daxilində isə sol tərəfə və sağ tərəfə işləyir. Əgər magistra vermək istəyən yoldaşlarımız varsa, bu düymələr olan məlumatı mükəmməl şəkildə əzbərləməlidir. Çünki delete ilə Backspace-in fərqi hər il demək olar ki, magistr qəbuluna bir sual düşür. Sizə bir sual verir və ardıcıl olaraq danışır. Məsələn, deyir, Page Up knopkası basıldıqdan sonra delete 3 dəfə basılmışdır, Backspace 2 dəfə basılmışdır. Sizdə ekrana çıxan məlumat nədir? Siz də bilməlisiniz ki, Page Up basıldıqda klaviş, yəni kursor məlumatın əvvəlinə gedir, delete sağ tərəfə silir, Backspace sol tərəfə silir. Yəni, bilirəm, mən dediyim cümlə qədər qısa olmur, mən dediyim 3 mərhələlidir. Orada 4 mərhələdən ibarət olur. Üçlü əmrli, 3 mərhələli və yaxud 4 mərhələli. Say olaraq fərqlənəcək, amma məntiq olaraq əsas məsələ orada sizin klaviaturadakı əmrlərin nə etdiyini bilməyinizdir. Delete'in yanında bir knopkamız var, adı bilirəm, biraz yaxşı düşməyib, işıq düşüb üzərinə. Bunları yazaq. Biri print screen'dir. Digəri insertdir. Insert əmrini basdıqda sizə Microsoft şirkətinin internetini aparır. Yəni internet browserini aparır. Print screen basdıqda ekran şəklini çəkir. Bunu da dərsdə detallı öyrənmişik. Ekran şəkli necə çəkilir, necə işlədirik. Klaviaturada qısa yolu var. Asan işlədə bilmək üçün, lakin ola da, olmaya da bilər. Amma bu demək deyil ki, siz həmin kompüterdə məlumat çəkə bilməyəsiniz. Başqa bizdə nə qaldı? Qaldı idarə edicilərlə namluq. Gəldik bu səfər idarə edicilərə. İdarə edici məlumatlarımız yerləşir burada. İdarə edicilərimizə baxın, ox işarələrindən göstərilir. Page up, yəni yuxarı, page down, aşağı, sol və sağda isə başqa əmrlər var. Home və end olaraq bölünüb. 4 dənə funksional əmr var. Funksiyonal əmrlərimiz page up, down-dır. İdarə edicilər sağ, sol, yuxarı və aşağı knopkalardır. Bu ikisini qatmayaq. Onların adı hər zaman eyni klaviaturada yazılır. Amma bu demək deyil ki, bunlar eyni sinifə aiddir. Xeyr, bunlar eyni sinifə aid deyil. Ox işarələri idarə edici, home, page, on, end, yəni bu kimi knopkalar isə funksiyonal knopkalar qrupuna aid olur. Yəni sizin işinizi görənlərdir, digərləri idarə etmənizə kömək edənlərdir. Yuxarı, aşağı, sağa, sola əmri belə bir şey var. Biz əlimizdə mouse olduğu üçün çox rahatçılıqla istədiyimiz yerə, belə deyim, gedib gələ bilirik. İstədiyimiz yerə gedib gələ bilirik. Amma bunu nəzərə almalıyıq ki, ilkin vaxtlar mouse olmayıb. Yəni ekranda görünən bütün işlər sadəcə bu idarə edicilərlə olur. Yuxarı getmək istəyəndə yuxarı, sağa və sola olaraq istifadə olunub. Bu knopkalar yenə o işi görür. Əgər oyun oynayanınız varsa, heç məlumatı olan varsa, oyunda da istifadə olunur yenə irəli, sağa, sola olaraq. Amma ilkin əmrindəsəz, təbii ki də bu knopkaları siz oyun oynayın deyə deyil, kompüter öz işini görə bilsin deyə yaradıblar. İndi keçirik namluq panelinə. Və bununla da klaviaturanı bitirəcəyik. Namluq panelini belə bölürük. Yuxarıda gördüyünüz əmrlər hər zaman aktiv olan əmrlərdir və bu hər zaman dəyişəcək. Heç bir klaviaturada demək olar ki, sabit deyil. Mən sizə göstərdiyim klaviaturada hal-hazırda video oynatma, dayandırma, irəli yığdırma və geri alma kimi funksiyalar ola bilər. Sizdə bu dəyişə bilər və bu normaldır. Namluq butonunu görürsünüz. Namluq butonunun yanında sizə gələn bir işıq var. Namluq normalda sönün olur. Təbii ki, bu işıq yanında olmadıqda. Bu halda siz klaviaturadakı məlumatları basdıqda sizə hərflər gəlmir. Daha doğrusu rəqəmlər gəlmir. Rəqəmlər olmadıqda meydana çıxan işarələr var, onlar gəlir. Home, irəli, aşağı, sağa, sola, page down və end olaraq. Bunları niyə qoyublar? Çünki klaviaturada ola bilər ki, və bunun şahidi olmuşuq tələbəmizin birində, baxın bu knopka olmuyor. Bu knopka qırılıb. Yerindən çıxıb, yoxdur. Klaviaturada əhatə sahəsi, lap başda izah elədiyimiz kimi, qısıtlı olduğu üçün, məhdud olduğu üçün. Bu səbəbdən
ekranı çox yer tuta bilmirlər. Bu səbəbdən funksiyaları hər zaman birləşdirirlər ki, hər iki funksiya olsun. Çünki sağ-sol, yəni idarə edici funksiyalar çox istifadə olunan sahədir. Əsasən də əgər proqramlaşdırma ilə, IT ilə daha yaxından maraqlanan, magistra verən tələbələrimiz varsa, bunlar daha geniş bilərlər bu məlumatı. Əgər siz namloku bassaz, bu ışıq yansa, bu halda artıq sizin idarə ediciləriniz deyil, sadəcə və sadəcə rəqəmləriniz işləyir. Sadəcə rəqəmləriniz. İndi keçdik digər tərəfə, yəni rəqəmlər bitdi. Bölmə, vurma, çıxma və toplama işarəsi və enter. Buradakı enter təsdiqləmək üçün qoyulub. Yəni enter həm aşağı düşmək, həm də belə deyim, icra etmək funksiyası var. Namloqda olan icra etmək funksiyasını mənimsədəndir. Bölmə, vurma, çıxma, toplama kimi olan məlumatlar olduğu kimi qalır. Sizin namloqunuz açıq da olsa, olduğu kimi qalır, bağlı da olsa. Çünki biz dedik ki, əgər yuxarısında, aşağısında, sağında, solunda butonun hər tərəfdə məlumat varsa, dillə, şifrlə dəyişir. Baxın, bunlarda yoxdur. Sadəcə bir, belə deyək, knopkadır, bir dənə də işarəsi var. Yəni buna plus deyiblər, plus vəzifəsini yerinə yetirir. Başqa bir funksiyası yoxdur. Bu səbəbdən sol tərəf, sağ tərəfində və yanında olan 2 dənə knopkası namloqdan asılı deyil. Panel olaraq namloqun qrupuna daxildir. Burada qarışmayaq. Amma iş prinsipi olaraq sırf namloq aktiv olduqda aktiv olacaq deyə bir qayda yoxdur. Biraz düşdü aşağı. 0 knopkası və vergül knopkası. Buna çox diqqət eləməyiniz tələb olunur. Nə üçün? Burada gördüyünüz vergül işarəsi var. Bu vergül də ola bilər. Vergül seçə bilmədik. Vergül də ola bilər, nöqtə də ola bilər. Yəni hər ikisi ola bilər. Bunlar arasında böyük bir fərq var. Əgər namloqda sizin klaviaturanızda yerləşən işarə nöqtədirsə, siz bütün riyaziyyat əməllərində tam göstərici olaraq nöqtə istifadə etməlisiniz. Xeyr, namloqda vergüldürsə, vergül əks halda heç bir proqramınız tam ədədlərinizi qəbul etməyəcək. Bu məlumat niyə lazımdır deyə sual verməyin. Çünki Excel'də çox sizə lazım olacaq. Namloqda işarə nədirsə, siz də onu istifadə etmək məcburiyyətindəsiniz. 0 işarəsi və vergül işarəsi isə namloqdan asılıdır. Çünki baxın, həm 0 var, həm insert məlumatı var, həm vergül var, həm də delete məlumatı var. Namloq bağlı olduqda vergül deyil, delete istifadə olunacaq. Namloq açıq olduqda isə vergül ilə 0 deyil, insert ilə delete və əksinə. Namloq aktiv olduqda 0 və vergül istifadə olunacaq. Klaviatura anlayışımız bitdi. Bir də bizim klaviaturamızda belə bir sahəmiz var. Yandırıb söndürmə. Olaraq tanıyırsınız, amma burada belə böyük əmrimiz var ki, həmin knopka yandırmaq sadəcə funksiyası yerinə yetirir. Yəni kompüterlə işiniz bitdi, bütün proqramları söndürdünüz, lakin həmin butona basaraq siz həmin məlumatı deyil, kompüteri söndürə bilməzsiniz. Belə bir şey mümkün deyil. O halda kompüter sizi sadəcə aldadır. Ekran dayanır, işıq keçir, qurğuların yarısı dayanır, lakin kompüterin beyni olan BIOS'u, mikroprosesoru, RAM-ı, keş yaddaşı təmizlənmir. Yəni kompüter hər an yanacaqmış modunda qalır və bu da yanlışdır. Kompüterin keçirməyi isə əməliyyat sistemini öyrəndikdə daha ətraflı izah edəcəyik. Klaviaturada olan sahəmiz bitdi. Paskpadımız isə onu hər kəs bilir. Paskpad klaviaturanın belə deyim, tam mərkəzində olan, aşağı sahədə olan bildiyiniz kimi kvadrat sahədir. Yəni buradan bir yerdə çəkək. Bu kvadrat sahə 2 yerə bölünür. Biraz nazik bir sahə çəkilir və ümumi ekran həcmi. Ekran həcmi sizin mousunuzu icra etdirir. Barmağınızı bu hissəyə qoyub sola aparsanız mouse ekranda sola, sağa, yuxarı, yəni necə aparsanız bu yazı kimi o şəkildə də oynayır. Aşağıdakı nazik hissə 2 yerə bölünür. Mouse'un sol knopkası, yəni təsdiqləmə knopkası, mouse'un sağ knopkası, kənar icralar butonu olaraq 2 yerə bölünür. Bizim paskpadımız da bundan ibarətdir.